Mənim əhvalatımın yanında qələt eləyir Titanik gəmisi. Çünki söhbətimin baş qəhrəmanıdır atamın əmsinəvəsi. Atamın əmsinəvəsi. Uşaqlıqda çıxmırdı ağzından. Pasos. Uşaqlıqda çıxmırdı ağzından inəyin məməsi, inəyin məməsi, inəyin məməsi. Ağzımın suyu axtıram. Bax, belə oğlan idi atamın əmsinəvəsi. Zamanlıqda keçəl qaldı təpəsi. Çünki Qəbələ Erələsinin yanında yaşayırdı atamın əmsinəvəsi, atamın əmsinəvəsi. Girdi Mednusa, Mednusda oxumadı dərsi. Çünki Taylanda köçdü atamın əmsinəvəsi. Taylandda kişilər eləyir özün qadın cinsi. Qadınlardan fərqləmir kişilərin heç birisi. Sinəsinə qoyurlar silikonlu böyük sisi. Onlara oxşamaq istədi əmim nəvəsi. Əminəvəsi Esmira. Əminəvəsi əvvəl adı Samir idi, indi Esmira. Gördüğünüz bu dəhşət Azərbaycan televiziya məkanının reallığıdır. Digər reallıq odur ki, bunlara olar, amma Planet Parni iz Baku KVN teatrına bütün telekanallara olmaz.